Salamlar, hər birinizi salamlayıram. Mən biologiya müəllimi Çinarə. Artıq 2018-dən bu yana, yəni 7 ildir ki, sizlər üçün YouTube-da biologiya fənnindən maraqlı və sadə dərslər hazırlamağa çalışıram. Bu gün sizlərə layihə halında olan biologiya 8 dərsliyinin birinci hissəsi ilə bağlı fikirlərimi bölüşəcəm. Əslində, çoxdan planımda var idi bunu sizlərlə paylaşmaq, amma indi vaxtım oldu. Sizlərlə bir yerdə baxacağam, çox baxa bilmədim. Gəlin, vaxt itirmədən ümumi şəkildə dərslik haqqında məlumatlanaq. Yadınızdadırsa, keçən il 7-ci sinifinin dərsliyi çıxdığı zaman, daha doğrusu keçən il yox, ondan əvvəlki il 2023-də layihə halında olduğu zaman onunla bağlı fikirlərimi bölüşmüşdüm. İndi də 8 dərsliyi haqqında mənim üçün faydalı və faydasız olduğunu düşündüyüm fikirləri paylaşmaq istəyirəm. Əvvəla deyim ki, ümumilikdə dərsliyin tərtibatı xoşuma gəldi. 7-ci sinif dərsliyində də eyni düşüncədəydim. Ümumiyyətlə, son illərdə istəyir olimpiyadaya salınan suallar olsun, istəyir qəbula salınan MIT və yaxud da ki, abituriyent sualları olsun, daha çox düşündürücü tərzdə hazırlanır. Yəni, əvvəllər oxuyub birbaşa əzbərimizdən tapdığımız cavablar yerinə çoxlu məlumat ilə beynimizdə onları araşdırmaq, əlaqələndirmək, təhlil edib bir cavab tapmaq yönündə istiqamətlənirik. Bu məncə faydalı bir şeydir. Çünki əzbərdən qaçmaq daha çox düşündürücü, məntiqi yönümüzü inkişaf etdirmək üçün gözəl bir addımdır. Bundan başqa bu kitablarda sevdiyim digər bir qism isə xarici ədəbiyyatlarda, yəni science-də olan elm və texnologiya ilə də qarşılıqlı əlaqəsinin göstərilməsidir. Bizdə çox belə dərsliklər yox idi. Yəni 2003-cü ildən bu yana olan dərslikləri keçən və öyrədən bir müəllim kimi deyirəm, bizə daha çox əzbərə yönəlirdi. Bu kitablarda isə yazanların, tərcümə edənlərin, bizim üçün paylaşanların əməyinə, əziyyətinə sağlıq. Bəzi səhvliklər olsa belə, səhvsiz bu arada heç kim yoxdur. Bildiyiniz kimi mən kitab çıxarsam Allah bilir 1 milyon dənə səhv taparsınız. Amma hər halda ki, bu dövlət səviyyəsində olduğu üçün biraz daha səlis olsa məncə daha yaxşı olar. Bilmirəm. Amma ümumilikdə mənim bəyəndiyim dərsliklərdir. 7-ci sinif, təbiət dərslikləri, 8-ci sinif. İlk illər olduğu üçün istər-istəməz əgər əksikliklər olacaq və mənim bunu rahatlıqla deməyimin səbəbi də illərdir bacardığım qədər, ingiliscəsindən çox da savadlı olduğumu deyə bilmərəm, amma bacardığım qədər oxuduğum kitablar ya da türk dilində oxuduğum kitablarla müqayisə edərək bu fikirləri söyləyirəm. Yəni, havadan gəlmir mənim bu sözlərim. Sadəcə olaraq biologiyanı sevirəm, science-də sevirəm, onu oxumağa çalışıram. Təbii ki, fizika, kimyam mənə görə çox pis vəziyyətdədir. Amma azdan çoxdan biraz bilirəm. Yəni, təhlil aparanda müqayisə edəndə, köhnə illərin dərslikləri ilə müqayisə edəndə doğrudan da irəliyə doğru gözəl addımlar olduğunu düşünürəm. Nəysə, bu qədər giriş kifayətdir. Keçək suallara, daha doğrusu keçək buradan mövzulara baxaq görək, hansı mövzularla qeyd olunub bu kitabda. Mündərcət hissədə cəmi 4 bölmə var. Bu bölmələr həyatın kimyası, bitki orqanizmi, qan dövranı və tənəffüs sistemidir. Biz adətən əvvəlki illərdə bəhs edirəm 2009-cu ilə qədər olan zaman dilimindən insan anatomiyasını 9-cu sinifdə keçirdik. Daha sonra düşdü 8-ci sinif. Amma indi yeni çıxan dərsliklərdə sırf insan, sırf bitki, sırf heyvan olaraq getmir. Yəni qarışıq şəkildə qarşımıza çıxır. Bir il əvvəl təbiət 5 və 6-cı sinifdən bir neçə mövzunun izahını vermişdim. Biraz mənə şikayət də gəlmişdi ki, siz bunların izahını verməməlisiniz. Çünki biz məktəbdə bu cür izah eləmirik. Mən sadəcə olaraq müəllimlər üçün və ya da şagirdlər üçün birbaşa biologiyanı izah etdiyim kimi izah edirdim və bu xoş qəbul olunmadı. Mən də videoları saxlamaq məcburiyyətində oldum. Çünki bunu söyləyən insanlar həm kitabın
sırf da yaradıcısı deməyim, amma bu işlə məşğul olan insanlar idi deyə düşündüm ki, bəlkə də səhv edirəm, mən bu izahları paylaşmamalıyam. Çünki təbiəti uşaqlara keçdiyimiz zaman təbii ki, quru-quru keçmirik. Yəni izah etmirik. Orada təcrübələr aparırıq, fikir mübadilələri edirik. Amma YouTube kanalı olaraq mən bunları sadəcə izah etmək istədim. Yeni müəllimliyə başlayan, yeni fəaliyyət göstərən və yaxud da ki, hər hansı bir uşaq bir müəllimdən məlumat almaq istəyirsə, onlara faydalı olsun deyə kitabdan oxuyub, onları təhlil edib, tapşırıqları işləyirdim. Amma diqqət etdinizsə, sadəcə bir neçə dərs paylaşdım, daha sonra paylaşmadım. Bilmirəm, düz etdim yoxsa yox. Əgər istəsəniz, təbiət fənnindən paylaşımlara davam edə bilərəm. Burada da biyologiya qismində adı biyologiya gedir, amma anatomiya olmayacaq bu. Yəni bunun içərisində mündərcəhatdan da görürsüz ki, qan dövranı sistemi veribsə, burada həm heyvanın qanından, həm insanın qanından, dövranından bəhs edir. Ya da tənəffüs veribsə, həm heyvanda, həm insanda tənəffüsdən bəhs edir. Bitkiləri də bunun içərisinə qatıblar. Və hər bölmənin sonunda elm, texnologiya, həyat deyilən bir qism var. Mən bunu çox sevirəm. Orada yeni məlumatlar olur. Bilmirəm, oradan uşaqlara sual düşər yoxsa yox, amma çox maraqlı belə deyə fikirləşib qeyd ediblər bunu. Məsələn, science kitablarında da mütəxəssis kimi ya da alim kimi düşün bir qismi var. Həmin qism uşaqlara təcrübə aparmağı və yaxud da ki, təcrübə aparmaq şəraiti yoxdursa, o təcrübəni zehinlərində canlandırıb, ona dair fikirlər yürütməyi belə deyək də qarşısına məqsəd qoyub. Bu da sanki o science kitablarındakı təkrarlamalar kimidir. Yəni, elm, texnologiya, həyat qismi bu biyologiyanı onlarla əlaqələndirir, suallar verir, beynimizi açmağa kömək edir. Bu biz müəllimlər üçün də faydalıdır. Biz həmin sualların cavabını əvvəlcə özümüz tapmalıyıq. Daha sonra uşaqlarla da bir yerdə bunu tətbiq etməliyik. Yenilik çoxdur. Bu da biz müəllimlərin yenə öhdəliyinə ağır amma xoş yük deməkdir. Yəni, biz də özümüzü inkişaf etdirərik, yerimizdə saymarıq. Məsələn, birinci bölmə həyatın kimyası ilə başlayır və burada mən çox səthi baxdım, indi sizlə bir yerdə baxacam. Burada həm diqqət edirsinizsə, ümumilikdə, ümumi biyologiyadan olan məlumatlar var, lipidlər, zülallar, nuklein turşuları və s. suallar var, uşaqlara yönəldəcəyimiz suallar. Sadəcə bu sualları mənə elə gəlir ki, məsələn, burada fikir verin, 4-cü sualda deyir, nukleotid hansı 3 komponentdən ibarətdir? Nukleotidlər birləşərək nukleid turşularını necə yaradırlar? Bu məlumat 7-ci sinif dərsliyində səhv xatırlamıramsa, tam verilməmişdi ya da heç verilməmişdi. Əgər biz bunu uşaqlara izah edəcəksə, bu sualın olması doğrudurmu, bilmirəm. Bəlkə də mənim əksikliğimdir. Bəlkə də biz bunu uşaqlara əvvəlcədən öyrədib, daha sonra soruşmalıyıq. Ya da ki, uşaqların özlərinin araşdırması üçün deməliyik, ya da bu sualı verib, daha sonra biz özümüz izah etməliyik. Xahiş edirəm, bu videoya baxdıqdan sonra mənə nəsə, yəni kitaba dediyim fikirlərlə bağlı mənə irad tutmasınlar. Bu layihə halındadır və hər birimiz öz fikrimizi paylaşmaqda azadıq. Onsuz da nəsə iradımız varsa söyləyə bilərik deyilib. Ona görə mən də öz fikrimi söyləyirəm. Sonradan yəni aramızda inciklik olmasın. Burada bölmədə nələri öyrənəcəyimizi qeyd edib. Əslində bu öyrənəcəklərimiz bundan bu cümlələri əzbərləməklə, bu arada əzbərləmək nə deyirəm, nə baxımdan deyirəm? Təbii ki, başa düşərək əzbərləməkdən bəhs edirəm. Biyologiyanın da böyük qismi əzbərlikdir, amma başa düşərək əzbərlikdir. Məsələn, burada belə bir cümlə var. Karbohidrat, lipid, zülal və nuklein turşuları iri molekullu üzvü birləşmələrdir. Bunu öyrənəcəyik. Yəni, bu artıq bizə bir açar cümlədir ki, uşaq bilsin hansı üzvü birləşmələr var. Zülal, yağ, karbohidrat və nuklein turşuları. Məsələn, 8-in köhnə dərsliyində, köhnə deyəndə 2023 nəşrindən bəhs edirəm. Orada qeyd olunur ki, həzm sistemində üzvü maddələr, lipidlər, zülallar və, yəni daha dəqiq desək, yağlar, zülallar və karbohidratlardır. Nuklein turşularının 9-cu sinifdə adını çəkirik. Amma indi bu 8 dərsində nuklein turşusunu da verib. Məncə verməkdə haqlıdır da. Hətta biz bunu daha da aşağı siniflərdə öyrənməliyik. Çünki zaman dəyişir. İndi 90-cı illər ya da 2000-ci illər deyil, 2025-dir. Zamanla ayaqlaşmağımız lazımdır. Yaxşı qeyd ediblər. Yəni yaxşı olub ki, bunu qeyd ediblər. Ya da belə bir cümlə var. Suyun diffuziyası ozmoz adlanır.
Bunu da uşaqların bilməsi. İndi bizim üçün bəlkə də ağır gəlir, uşaqlar nə tez öyrənir bunu. Amma dediyim kimi zamanla ayaqlaşmaq lazımdır. Ya da məsələn burada qeyd olunub, yadınızdasa 9-cu sinifdə biz deyirik, diffuziya və ozmoz ümumiyyətlə daşınma iki cür olur. Aktiv daşınma, pasiv daşınma. Aktiv daşınma fagositoz və pneusitozda ATF enerjisinə ehtiyac var. Pasiv daşınma isə diffuziya və ozmozdur. Burada isə ATF ehtiyac yoxdur. Bu arada biraz yavaş danışıram. Siz videonun xodunu artıra bilərsiniz. Çünki gecə saat 3-ə işləyib 7 dəqiqə və mən qızımı oyatmamaq üçün biraz yavaş danışmağa məcburam. Sonra keçirik burada birinci bölmənin digər mövzusuna. Hüceyrənin kimyəvi tərkibi barəsində verilib. Mən ümumiyyətlə kimya fizikanı çox sevməsəm də, kimya fizikanın şəkillərini çox sevirəm. Baxın, burada da gözəl bir şəkil var. İndi mənə gözəl gəldi, bilməm, kimya da fizika müəllimləri təhlil etsə deyəcəklər buna bax. Adi bir şəkilə baxıb sevinir. Bu nədir belə adi şəkildə, amma mənə çox maraqlı gəlir bunlar. Burada argon atomu, oksigen molekulu, azot molekulu, karbon qazı molekulu və s. bunlar da veriblər. Amma mənə elə gəlir ki, bu şəkillər daha aydın ola bilərdi. Bu kitabda sevmədiyim, ümumiyyətlə bizim biologiya kitablarında sevmədiyim qismlərdən biri şəkilləri olur. Düzdür, gözəl şəkillər olmağına olur. Amma düşünürəm ki, burada daha maraqlı, daha aydın görsənən şəkillərin olması yaxşı olar. Məsələn, bunu onlayn halda olduğu üçün biraz böyüdə bilirəm. Böyütdükcə də keyfiyyəti təbii ki düşür. Amma kitabda böyütmə yoxdur. Mənim kimi gözü zəif olanlar vəbşə təhlil edə bilməyəcək şəkilləri. Ona görə daha aydın, daha kəskin və daha maraqlı şəkillər olmağını istəyərdim. Şəkillərin bolluğu gözəldir, amma şəkillərdə mən əksikliklər olduğunu düşünürəm. Əksikliyi də elmə baxımından demirəm. Sadəcə olaraq, vizual olaraq daha yaxşı şəkillər tapmaq olardı. Belə, düşüncəm bu istiqamətdədir. Bilmirəm, siz nə düşünürsünüz şəkillər barəsində. Yaxşı, məsələn, burada hüceyrənin kimyəvi tərkibi ilə bağlı məlumatlar var. Kimyadan məlumatlar var ki, bu da gözəl bir şeydir. Biologiyanı kimya ilə inteqrasiya edib, fizika ilə inteqrasiya edib öyrənmək. Yəni, kimya, biz adətən, yəni öz adıma deyim, mən nə edirdim? Biologiyada kimya qismlərini atırdım kimya müəllimlərinin üstünə. Nə isə bilmədiyim zaman, mən bilmirəm deməkdən çəkinən insan deyiləm. Tutalım, uşaq bir sual verir. Bu, biologiyadan çox biokimya, yəni kimya ilə bağlıdır və mən bilmirəm onu. Deyirəm, kimya müəllimindən soruş. Ondan öyrən, mənə də öyrədərsən. Onların sayəsində onlar kimya müəllimlərindən soruşur, öyrənirdilər, mənə də öyrədirdilər. Bu da mənim üçün bir bonus olurdu. Amma artıq burada biologiyada sırf həm kimyəvi məlumatları zənginləşdiriblər, biz özümüz oxuyub öyrənə bilərik, həm də artıq məcbur olacağıq bunu öyrənməyə. Bu da gözəl bir addımdır məncə, çünki mənim kimi tənbəllər istər-istəməz uşaqların da qarşısında daha savadlı, daha belə deyək, özgüvənli çıxış etmək üçün öyrənməyə məcbur olacağıq. Sonra orada su molekulasının quruluşu var. Uşaqlıqdan çox sevirəm su molekulasının quruluşunu. Bilmirəm niyə, suyu çox sevirəm yəqin ona görə. Su içməyi sevməsəm də suyu çox sevirəm. Burada su haqqında məlumat var, amma bu məlumatlar çox primitivdir. Hətta mən belə, kimya fizikanı sevməyən mən belə başa düşürəm bu məlumatları. Yəqin ki, uşaqlar da başa düşərlər. Bəzi terminlər var, mənim əziyyət çəkdiyim terminlər oldu. Yəni, ilk baxışdan əziyyət çəkirəm. Fizika kimyam, yenə deyirəm, mənə görə fizika kimyam çox zəifdir. Biologiyadan yaxşı olduğunu düşünürəm, amma fizika kimyadan yox. Və o terminləri öyrənmək üçün mən kimya və fizika müəllimlərinə müraciət edib özümü inkişaf etdirə bilərəm. Bu baxımdan yenə xoşum gəldi. Yəni, bizi məcbur edir, biz müəllimləri məcbur edir ki, biz onları öyrənək və öyrədə bilək. Və mən düşünmürəm ki, hansısa müəllim yeniliyi öyrənməkdən qaçsın. Bu bizim üçün çox gözəl bir addımdır. Əksinə özümüzü inkişaf etdirməyə kömək eləyəcək. Sonra bax, burada suyun oduncaq borusunda hərəkəti qeyd olunub. Artıq burada kimyəvi dilinə qeyd olunub. Biz adətən slemanı çəkirik və birbaşa yuxarıya doğru suyu istiqamətləndirik. Burada daha aydın olduğunu düşünürəm. Sonra öyrəndiklərinizi tətbiq edin qismi. Əvvəllər, məsələn, 2000-ci illərdən bəhs edirəm. Öyrəndiklərinizi tətbiq edin. Yəni, sırf elə olmasa da sualları cavablandırın qismi var idi. Və sualların cavabları kitab cümləsinin içərisində idi. Uşaq oxuyurdu, başa düşməsə belə kitabdakı həmin cümləni köçürürdü, o da cavab olurdu. Amma bu kitabların üstünlüyü, mən deyərdim 2013-dən, 14-dən üzbəri olan kitabların üstünlüyü oxuyarkən birbaşa cavab tapmaqdan çox düşündürücü sualları
yazmaqları olur. Bu da mənim üçün təqdirə layiq bir addımdır. Sonra hər iki hüceyrənin kimyəvi tərkibi ilə davam edir. Mən belə multik şəkilli çox sevirəm. Özüm də bilirsiniz, slaytlarda istifadə edirəm. Yəni real şəkillərdən çox bu mənə daha maraqlı gəlir. Burada da olmağını sevdim, təcrübələri bu cür verməklərini. Siz öz fikirlərinizi yazarsınız kitabla bağlı. Baxın, bu olimpiyadada istifadə etdiyimiz materialdır. Salıblar artıq 8-ci sinif dərsliyinə. Bu da gözəl bir addımdır. Dediyim kimi zamanla ayaqlaşmaq lazımdır. Sonra baxaq. Bax, burada da amin turşularının zülalı əmələ gətirilməsi ilə bağlı bir sxem var. Bunu da istifadə edirik. Bunu da yenə 8-ci dərsliyinə əlavə ediblər. Sonra baxın, burada nuklein turşularının quruluşu haqqında məlumat var. Azot əsaslarını verib, adenin azotlu əsası. Bilirik ki, azotlu əsaslardan oksigendən məhrum olan azotlu əsas adenin idi. Timin, guanin və sitozini verib, bunların nukleotid yaratması verilib. Bu arada nukleotidlərlə bağlı 2018-də mənim də bir videom var idi, DNT. Orada bunlar barəsində danışmışdım, izləyə bilərsiniz. Sonra şəkər fosfat skeleti ifadəsini verib. Bu da türk ədəbiyyatında istifadə olunur. Bizdə də indi artıq istifadəyə keçiblər. Sonra görün, burada fosfat və şəkər arasındakı rabitənin adını veribmi? Deyəsən verməyib. Baxın. Yox, elə sadəcə skelet deyib keçib. Olsun. Yenə böyük bir addımdır. Sonra RNT-nin içərisindəki şəkərdən, yəni ribozadan bəhs edib. Timin əvəzinə urasil olması qeyd olunub. Ümumilikdə RNT-nin quruluşu. Sonra yenə öyrəndiklərimizi təhlil etməyimiz üçün maraqlı bir təcrübə qeyd olunub. Ümumiyyətlə, təcrübələrin olması mən çox sevirəm. Hərçək məktəbdə, bir çox məktəbdə deyək, laboratoriya olmadığı üçün biz bu təcrübələri yerinə yetirə bilmirik. Amma ən azından uşaqlar indi internet dövrüdür. O təcrübənin adını yazıb internetdən baxıb da öyrənə bilərlər. Bu da gözəl bir addım. Yəni, heç olmasa təcrübənin gedişatı yazılıb, onu axtarmağımız üçün şərait yazılıb. Sonra fermentlərlə bağlı köhnə ədəbiyyatlarda da var idi. Ferment substrat qarşılıqlı təsiri. Onun haqqında biraz məlumat gördüm burada. Sonra nə maraqlı şəkil var burada. İnsan dağa çıxıb daşı atır. Buna mən ayrıca baxaram. İndi nəsə bir fikir söyləmək istəmirəm. Çünki tam da məlumatım yoxdur, bununla bağlı oxumamışam. Sonra baxaq nələr var. Baxın, bu biz adətən fermentlərin təsirini açar qıfıla girən kimi təsir göstərir. Yəni, bir-birindən çox uyğun şəkildə təsir göstərirlər deyirik. Burada da gördüyünüz kimi bura bir-birinə sanki puzzle hissələri kimi ya da açar qıfıla rahat keçən kimi substrat və fermentin ikisinin qarşılıqlı təsirindən bəhs edir. Bu daha çox universitet materialıdır. Biologiya qismindən deyirəm, bilmirəm, fizika, kimyada bu yəqin ki, kimyada bəlkə də orta məktəbdə keçilir. Bizim vaxtımızda keçilmirdi. Mən bəhs edirəm 2006, 2007, 2008, 2009-da. Amma ondan sonra olan kimya kitablarından, fizika kitablarından hələ ki məlumatım yoxdur deyə nəsə söyləyə bilmirəm. Amma biz bunu universitetə keçmişdik. Ona görə burada görməyim məndə bir dənə daha plus yaratdı kitaba qarşı. Sonra maddələrin daşınmasından məlumat var. Baxaq görək. Difuziyadan qeyd olunub. Gözəl. Sonra nə var burada? Burada həm də bitkilərdəki qazların daşınması verilib. Sonra ozmoz barəsində məlumat var. Sonra plazmoliz var, turqor var. Məndə dərslərdə olanlar bilirlər. Biz bunlar barəsində sitologiyada danışmışdıq. İstəsələr rəy bölməsinə yaza bilərlər. Turqor hadisəsi, plazmoliz hadisəsindən, qanın hemolizindən və s. danışmışdıq. 6-cı sinif köhnə dərsliyində turqordan bir neçə cümlə var idi ki, turqori şişmiş, dolmuş deməkdir. Hüceyrələrin içərisi su ilə dolduğu zaman
hüceyrənin divarına doğru sıxışma yaradır və s. Yəni primitiv məlumatlar verilmişdi. Fagosus Pinosus haqqında var. O internetdə məşhur olan şəkildən istifadə ediblər. Pis şəkil deyil, yəni istifadə etmək olar. Elm texnoloji qisminə gəldik. Birinci bölmənin sonu. Burada dializ aparatından bəhs edib deyəsən, hə? Deyəsən, hə, onun barəsindədir, maraqlıdır. Sonra xülasə, hə, bir də bu kitabların 7-ci sinifdə də var idi. Xülasə hissəsini də sevirəm. Çünki mən də orta məktəbdən etibarən bütün dərsləri bu cür yazırdım. Oxlarla, sxemlərlə, yəni səbrim çatmırdı cümlə eləməyə. Hətta universitetdə biz mühazirə yazanda mən bunu sxemlərlə yazırdım. Qızlar bəzən çatdırmayanda məndən dəftəri istəyirdilər, köçürsünlər, yazsınlar. Heç nə başa düşmürdülər. Bir tərəfdən həm qəsdən yazırdım, heç kim mənim dəftərimi almasın deyə. Həm də uşaqlıqdan 7, 8, 9 uşaqlıqdan belə sürətli yazan, sxemlərlə yazan insan olduğum üçün mənə daha rahat gəlirdi bunları oxumaq, nəinki cümlələr. Kitabları da belə oxuyanda ürəyim sıxılır. Bax, burada olan kimi oxuyanda ürəyim sıxılır. Amma belə sxemlərlə olanda gözümə işıq gəlir, çox sevirəm. Burada da tətbiq olunub, gözəldir. Və bölməni əhatə edən ümumiləşdirici tapşırıqlar. Dediyim kimi, science kitablarında sonu belə olur. Düzdür, burada bölmənin sonunda elm, texnologiya həyat verib. Digərlərində türk ədəbiyyatında da hər bölmənin yox, hər mövzunun sonunda əlaqələndirici elmlə, texnologiya ilə material olurdu, amma bu da gözəl bir addımdır. Sonra bitki orqanizmi haqqında görək nələr veriblər. Burada görək nələri öyrənəcəyik bu bölmədə. Vegetativ orqanlardan bəhs olunub, fotosintezdən, sonra kök sistemindən, işıqdan və s. transpirasiyadan bəhs olunub. Ki, bu düşündürücü qismlərdir. Yəni, birbaşa əzbərləyəcəyimiz yox, beynimizi işlədəcəyimiz qismlərdir məncə. İxtisaslaşmış hüceyrələri verib. Sonra toxumalardan bəhs edib. Meristem toxuması var burada. Ağacın yaşı ilə bağlı kambi hüceyrələrindən bəhs edib. Prosta burada ingilis dilində yazılan kimi saxlayıblar. Şəkli olduğu kimi istifadə ediblər. Yəni, üzərində işləməyiblər. İşləsəydilər məncə daha yaxşı olardı. Çünki bu bizim ədəbiyyata uyğun hərflərlə işarə olunsaydı daha yaxşı olardı. Baxaq görək başqa nə var. Hə, bu arada bir dəqiqə. Hə. Bir şeyə baxmaq istəyirəm. İnternetdən görüm düz xatırlayıram yoxsa yox. Hə, düz xatırlayıram. Bu şəkli tapdım mən. Onun üçün baxmaq istəyirdim. Yəni, buradakı baş hərflər, kambinin K-sı, Xlemanın X ingilis dilində, sonra Floemanın F-sı. Hamısı yəni tərcümə oluna bilərdi, onu demək istəyirəm. Bunu qüsur olaraq söyləmirəm. Sadəcə olaraq uşaqlar üçün də anlaşıqlı olsun deyə kambiyə K, Xlemaya K fərq yaratmaq üçün yəqin eləyiblər ya da Floemaya F qoymaq olardı. Amma gözəl şəkildir. İnternetdə olan bir şəkildir. Sonra daimi toxumalardan bəhs edib. Görüm əlavə məlumat varmı 6-cı sinif dərsliyindən əlavə? Var biraz deyəsən. Pedagogların adları çəkdim məsələn. Məktəb dərsində yoxdur. Universitetdə birdəki türk ədəbiyyatında var bu sözlər. Bəlkə science-da da var idi. Tam xatırlaya bilmədim amma. Sonra pH-dan var. İyonların miqdarından var. Sonra ötürücü toxumadan bəhs edib. Görək burada varmı yeni bir şey? Nəzərimə çarpmadı. Yeni bir şey yoxdur deyəsən. Yine bu da daha yaxşı bir şəkil ola bilərdi bəncə. Bu da yenə istifadə olunan şəkildə, amma aydın deyil. Şəkillərdə mənim problemim oldu. Şəkillər gözəldir ya. Bununla bağlı heç bir iradım yoxdur. Amma daha yaxşı şəkillər ola bilərdi. Yəni, interneti açanda qarşımıza çıxan ilk şəkillər yerinə daha maraqlı şəkillər ola bilərdi. Məncə. Sonra fotosintezdən var. Yenə sadə fotosintez tənliyi veriblər. Yaxşıdır. Biraz mürəkkəbinə ehtiyac yoxdur hələ ki. Sonra təcrübə var fotosintezlə bağlı.
su olan və susuz olan bir təcrübənin təsirindən bəhs edir. 9-cu sinifdə, 10-cu sinifdə keçdiyimiz fotosintezə təsir edən daxili-xarici amilləri 8-ci sinif dərsliyinə endiriblər. İşığın təsirlərini veriblər. Gözəldir bu da. Bunu da sevdim. Sonra bu qrafikləri 10-cu sinifdə biz özümüz qururduq. Burada artıq özləri qurublar. Sonra temperaturla bağlı. Bilirsiniz də temperatur 25-30 Selsi arasında fotosintez sürətlənir, sonra zəifləyir. Bunun bir səbəbi də burada iştirak edən fermentlər züzal təbiətlidir axı. Temperatur artdıqca fermentlər öz quruluşunu itirir. Ona görə də fotosintezin sürəti zəifləməyə başlayır. Məsələn, burada da yazıb, baxın, biz bunu 10-cu sinif dərsliyində qrafikdə tam çəkmir, özümüz çəkirdik, yəni kitabda yox idi. Bu fikirləri də biz özümüz deyirdik. Artıq burada özləri əlavə ediblər. Bu da gözəldir. Sonra maddələrin daşınmasından bəhs edib. Baxaq. Maddələrin daşınması. Görüm, mən yenilik varmı ona baxmaq istəyirəm. Yeni bilinən bir şəkil. Güvəndə də var bu şəkil. Sonra kök təzyiqi. Kapillyarlıq hadisəsini əlavə ediblər. Bu yox idi bizim dərsliklərdə. Biz deyirdik kök təzyiqi, yarpağın sorucu qüvvəsi, amma kapillyarlığı söyləmirdik. Burada əlavə ediblər. Sonra bu da maraqlı şəkil oxşur, amma bunu gərək sonra təklikdə, yəni özüm təhlil edim, sonra sizlərə çatdırım. Yeni terminlər də var, mənə yeni, bəlkə siz bilirsiniz bu terminləri, amma kimyəvi fiziki dildə mənə yeni gələn terminlər var. Sonra transpirasiyadan bəhs edib. Transpirasiya adətən üstündən keçilən bir mövzudur. Çox da danışmırıq bu haqda. Biraz güvəndə transpirasiyada məlumat var. Bizim dərsliklərdə yox idi. Olimpiyada isə düşə biləcək tərzdə suallar idi. Yenə biraz özümüzü tərifləyək. Mən transpirasiya ilə bağlı suallar və qrafiklər hazırlamışam. Bizim sınaqlarda istifadə olunur. Burada da həmin o qrafiklərdən istifadə ediblər. Bu arada bu sualları tək mən hazırlamıram. Əminəm ki, bütün hazırlıq müəllimləri bu kimi suallardan istifadə edir. Və yenə bizim üstündən keçdiyimiz kserofit, mezofit və hidrofit bitkilər haqqında da artıq məlumatlar veriblər. Sonra fotosintez məhsullarının daşınmasından bəhs edir. Bu da maraqlı şəklə oxşur. Sonra baxaq, öyrəndiklərinizi tətbiq edin. Yenə elm və texnologiya ilə əlaqələndiriblər. Deyirəm də, bu texnologiya hissəsi bioreaktorlardan bəhs edib. Fermenter bioreaktor. Sonra ümumiləşdirici xülasə hissəsi var, tapşırıqlar var. Burada enlə böyümə göstərilib, maraqlı bir şəkildir. Sonra, amma bunları bir-bir təhlil etmək lazımdır. Keçək 3-cü bölümə, qan dövranına. Burada görək nələr öyrəniləcək. Qan dövranı sisteminin iki tipdə olması, açıq, qapalı olması barədə məlumat var. Böyük və kiçik qan dövranı. Burada kiçik qan dövranını ağciyər dövranı adlandırıb. Sonra qan təzyiqi haqqında var. Sonra plazmadakı zülallar haqqında var. Mən baxdım, burada qan qrupları ilə bağlı yenə məşhur bir şəkil var idi. Onu istifadə ediblər, amma daha aydın şəkil ola bilərdi məncə. Deməli, açıq və qapalı qan damar sistemi. Bax, bu şəklin eynisindən mən 5 il əvvəl slaytda istifadə eləmişəm. 5 il əvvəlki şəkli məncə qoymaq yerinə daha yaxşı bir şəkil qoymaq olardı. Xahiş edirəm, bu iradlara görə mənə bir cəza filan verməyin, sadəcə öz fikrimi deyirəm, yəni sonra başımın ağrımağını istəmirəm. Sadəcə layihədir, hamıya açıqdır və mən də öz fikrimi bölüşürəm, yəni kitabı pisləmirəm mən. Çünki pisləmək haqqımız da var, əgər bəyənməmişiksə, amma mən doğrudan bəyənirəm kitabı. Sadəcə şəkillərdə biraz əksiklik olduğunu düşünürəm, ya da materialda da ola bilər. Çünki tam təhlil eləməmişəm deyə materialla bağlı nəsə fikir söyləyə bilmirəm. Sadəcə üzərindən keçirəm. Şəkillər məncə daha yaxşı ola bilərdi. Yenə deyirəm, internetə araşdırdığımız zaman qarşımıza çıxan ilk şəkillər yerinə daha yaradıcı şəkillər tapmaq olardı. Yenə bu da, bilmirəm, bəlkə də indi deyəcəksiniz ki, bu kitabı yazanlar üçün deyirəm, biz bu şəkilləri axtaran kimi tapmadıq, uzun zaman ərzində tapdıq. O da ola bilər. Sadəcə bəlkə də mən biraz ixtisaslaşmışam, açan kimi qarşıma çıxan şəkillərin olduğunu düşünürəm ki, mən özüm də çox axtaranam bu şəkilləri, dəyər verənəm. Onun üçün bu düşüncədə olduğumu
Sonra, bax, ürək quruluşları verilib amfibilərin, sürünənlərin. Biz amfibilər və sürünənlərdən bəhs edəndə deyirdik, sürünənlərdə cüt aorta qövsü var. Həm sağ, həm sol aorta qövsü var. Burada artıq daha aydın bir şəkildə göstəriblər. Bu gözəldir. Sonra quş və məməlinin də ürəyinin şəkli verilib. Bax, burada məməlinin ürəyinin şəkli gözəldir, amma quş biraz daha aydın ola bilərdi. Yəni, bundan bəhs edirəm. Daha səlis ola bilərdi şəkillər. Bilməm, şəkil üçün də səlis istifadəsi işlətmək olar Azərbaycan dili baxımından, yoxsa yox. Sonra artıq insan ürəyindən bəhs edir. Yenə internetdəki ilk şəkil ya da kitabda istifadə etdiyimiz ilk şəkil. Bu şəkli mən də qan dövranında istifadə eləmişdim. Qapaqların şəklini falan. Ona görə biraz deyirəm ki, daha çox axtarmaq olardı. Yəni, mən 5 il 6 ilə heç məndən söhbət getmir yenə. Hər hansı bir müəllimin çox asanlıqla istifadə etdiyi şəkillər yerinə daha əlçatmaz şəkillər ola bilərdi. Yəni, biz o şəkilləri əldə edə biliriksə, internetdə ödənişli çox gözəl şəkillər var, amma hər birini almağa yəni bizim ən azından gücümüz çatmır. Şəklin biri tutalım deyirəm, $1 və biz slaytda bir dənə şəkildən istifadə etmirik. Belə olur, mənim bir slayt vərəqimdə 6-7 şəkil olur və mən bir slayt vərəqi üçün o qədər pul xərcləyə biləcək maddi gücə sahib bir müəllim deyiləm. Yəni internetdə ödənişsiz saytlardan tapıram o şəkilləri ki, sonra mən onun üçün pul ödəməyim. Onu demək istəyirəm. Yəni daha yaxşı, daha yaradıcı, daha çətin tapılan şəkillərdən istifadə etmək olardı deyə düşünürəm. İnşallah başım ağrımaz bu düşüncələrimə görə. Sonra insan qan dövranından bəhs olunur. Bax, bu da gözəl bir şəkildir. Damarların, arteriya və vena damarlarının divarından biz bəhs edəndə deyirdik ki, bizdə kapilyarın. Deyirdik, kapilyarların divarı bir qat epiteldən ibarətdir. Ümumiyyətlə, mübadilə baş verən yerlər bir qat epiteldən ibarətdir. Amma arteriya və venalarda xaricdən sıx birləşdirici, orta qat saya, içəri qatda epitel toxumasından ibarətdir. Bu şəkil yox, amma buna bənzər şəkildən mən də istifadə etmişəm. Bu şəkil daha yaxşıdır mənim istifadə etdiyim şəkildən. Sonra burada ümumiyyətlə qan dövranı verilib. Sonra baxın, kiçik qan dövranını ağciyər dövranı adlandırıblar və burada mən də ilk dəfə oxuyuram bu məlumatı. İbn Ən-Nəfis adlı bir alim bu haqda danışıbmış. Gözəl, yeni bir məlumat qazandıq. Sonra qan təzyiqindən bəhs edir. Nəbzdən bəhs edir. Limfa sistemindən var. Bildiyimiz məlumatlar. Görüm, yeni məlumat varmı? Yox. Bax, bu da gözəldir. Mən bu şəkildən bu il istifadə eləmişdim bir yerdə, deməyəcəm harda. Mənə irad tutdular ki, lazım deyil belə suallar yazmaq və mən heyf ki, gözəl o sualımı itirmiş oldum. Qəbul eləmədilər ki, lazım deyil. Sən demə, bu dərslikdə də var imiş bu şəkil. Sonra burada sentrifuqadan bir şəkil var. 11-ci sinifdə də var idi. Sonra qan hüceyrələri göstərilib. Baxın, çox gözəl. Burada trombosit yerinə qan lövhəcikləri yazıb. Yəni, o əslində bilirsiniz də, formalı elementlər qırmızı qan hüceyrələri, eritrositlər, ağ qan hüceyrələri, leykositlər və qan lövhəcikləri trombositlərdir. Yəni, trombositlər əslində hüceyrə getmir. Burada da onu vurğulayıblar. Gözəldir. Bu arada biz deyirik ki, yetkin eritrositdə nüvə olmur. Trombosit zaten hüceyrə deyil, nüvəsi olmur. Ağ qan hüceyrələri isə nüvəyə sahib olurlar. Eritrositlərin də nüvəsinin olmamağının səbəbi və mitoxondrisi yoxdur eritrositlərin. O özündə oksijeni daşıyır axı. Mitoxondrisi olsaydı, lor dildə deyim, mitoxondri oksigeni yeyərdi, özü üçün istifadə edərdi. Nüvəsi də yoxdur ki, onun səthinin sahəsi böyüsün, daha çox oksigeni özünə birləşdirsin. Görün, bunun haqqında məlumat varmı? Yox, verməyiblər deyəsən. Yox, mitoxondri ya da nüvəsiz olmağı verilib. Yox, verilib. Bölünməyən nüvəsizdir. Burada artıq o cümləni yazıbdır. Səthin sahəsini artırmağa xidmət edir, amma eritrositlərlə mitoxondri ilə bağlı bir cümlə yoxdur. Yox, ola bilər. Trombositlərin yaşaması, funksiyası falan verilib, qanın laxtalanmasına bəhs edib, gözəl, bu şəkil istifadə etməkləri xoşuma gəldi. Bu şəkil TQDK-nın 2010 insan, daha doğrusu anatomiya kitabında da olan şəkildir. Burada da istifadə ediblər. Məncə gözəl bir addımdır. Çünki biz zaten qanaxmanın üzərindən keçib gedirdik.
Bu şəkildən mən də dərsdə istifadə etmişəm. Bilmirəm, eyni bu şəkil idi yoxsa fərqli idi, amma burada verməkləri çox xoşuma gəldi. Uşaqlar üçün maraqlı olar məncə. Sonra qan köçürmə. Hə, bax, buradan bəhs edirdim. Bax, məsələn, bu. Bu da çox asanlıqla tapılandı. Daha yaxşı ola bilərdi şəkil. Amma gözəl şəkildir. Çünki bu vaxta qədər bu şəkildən biz istifadə eləməmişik məktəb dərsliyi olaraq. Daha sadə şəkildə. Bir də məsələn bu, yenə internetdən tapılan bir materialdır. Heç yeni bir cədvələ belə keçirməyiblər. Üzərində işləyiblər sadəcə. Bunlardan, bu xırda əksikliklərdən bəhs edirəm. Yəni burada böyük bir fəsad, böyük bir aman Allahım bu nədir yazıblar deyə bir şey yoxdur. Sadəcə olaraq daha yaxşı olması üçün fikir bildirirəm mən. Bu arada bunu əzbərləməyə ehtiyac yoxdur. Yadınızda saxlayın. Mənfi qan qrupu mənfiyə də qan verir. Müsbətə də qan verir. Müsbət qan qrupu isə yalnız müsbətə qan verir. Mənfi deyirik, amma əli açıqdır. Mənfiyə də müsbətə də qan verir. Müsbət deyirik, amma əli bağlıdır. Mənfiyə qan vermir, ancaq müsbətə qan verir. Məsəl üçün, birinci qan qrupu kimlərə qan verə bilərdi? 1-ə, 2-yə, 3-ə və 4-ə. Əgər bu bir mənfi olsa, birin mənfisinə də müsbətinə də qan verir. 2-nin mənfisinə də müsbətinə də, 3-ün mənfisinə də müsbətinə də, 4-ün mənfisinə də müsbətinə də. Amma bu bir müsbət olsaydı, ancaq bir müsbətə qan verərdi, ancaq 2 müsbətə qan verərdi, ancaq 3 müsbətə qan verərdi, ancaq 4 müsbətə qan verərdi. Yəni bunu əzbərləməkdən qorxmayın. Ay Allah, bu cədvəli necə əzbərləyəcəm, necə düşəcək? Xeyr, asan yolu var. Oradan öyrənə bilərsiniz. Bu arada burada kitablarda çox verilmirdi. Aglutinasiya hadisəsindən də bəhs edib o eritrositlərin bir-birinə yapışmasından. Daha çox universitet materialı, bir də ki, olimpiyadada istifadə etdiyimiz materialdır. Bir də ki, maddələrin adını da verib, aglutinogen və aglutinlər. Bu da 2019 ya da 18-də qan qrupları videosuna baxmışsınızsa, mən də bu barədə danışmışdım. Və orada demişdim ki, bizə düşməz, amma artıq görürsünüz ki, 7 il sonra salırlar, deməli biz artıq onları öyrənməliyik. Qan köçürməsilə bağlı maraqlı bir sual var, bir ara baxarıq o suala. Sonra elm və texnologiyada görək nə ilə bağlı var. Tavir metodu maraqlıdır, nədir bu? Aorta qapağı implantasiyası. Baxın, yeni bir şey öyrəndik. Yəni, öz adıma deyim, yeni bir şey öyrəndim. Maraqlıdır bu da. Süni qapaqlar, ürəyə qoyulan süni qapaqlar haqqındadır. Yenə sistemləşdirmə var. Və mənim sevdiyim ümumi tapşırıqlar. Sevirəm bu tapşırıqları. Və tənəffüs sistemi barəsində var. Dərsliyində üzərində olan bu şirin şəkil verilib. Bir ara internetdə çox məşhur idi bu şəkil. Aksolot şəkli. 2018-də filan, Facebookda filan məşhur idi. Çox şirin görünürdü. Burada da istifadə ediblər. Bunu da sevdim. Yaxşı. Sonra baxaq, nə var? Bölmədə nələr öyrənəcəyik? Məməlilərin ağciyərində alveol olur. Bəli, alveolu quşlara aid etmirdik. Məməlilərə aid edirdik, məsələn, alveol ifadəsini. Sonra tənəffüs sistemi, nəfəs alma, nəfəs vermə, qazlar mübadiləsi, diffuziya, bunlardan bəhs edib. Heyvanlarda tənəffüsdən, daxili və xarici tənəffüs deyirik. Burada da qeyd ediblər, gözəl. Dəri tənəffüsü verilib. Hidranın tənəffüsü bədən səthi ilə, çoxulcanda dəri ilə olur və yaxud da ki, xarici qəlsəmələr nədir? 10-cu sinif dərsində xarici qəlsəmə, daxili qəlsəmə ifadəsi işlədilirdi. Burada da yenə onun barəsində məlumat verilib. Bu şəkil də gözəl şəkildir. Bilmirəm, mən istifadə eləmişdim, yoxsa yox. Videolarıma baxanlar deyərlər, balığın tənəffüsündən. Mən də animasiyalarla izah eləmişdim, amma mən sevirəm bu şəkli. Burada da qəşəng şəkil var. Sonra yenə bunun animasiyasından mən istifadə eləmişdim. Təbii ki, kitab olduğu üçün animasiya yerinə şəkildən istifadə ediblər. 10-cu sinif dərsliyindəki bu şəkli yenidən daxil ediblər. Bu da gözəl addımdır, məncə. Sonra ayalı qurbağanın nəfəs alıb verməsi var. Mən qurbağaları sevirəm bu arada. Bir dəfə qızımın tədbiri var idi bağçada. Orada qurbağa rolunda çıxış eləmişdim. Sevirəm də qurbağalar. Sonra burada quşların 2 qat tənəffüsünü qəşəng bir sxemlə göstəriblər. 10-cu sinif dərsliyində də var idi.
insanın tənəffüsündən bəhs eləyir. Getdiyi yollar, sonra nə var? Burun boşluğu, utlaq, qırtlaq, traxeya. Görün burada yeni məlumat varmı? Şəkillər yenidir. Məsələn, biz bu şəkillərdən istifadə etməmişik. Burada qeyd olunub. Kirpikləri də verib, tənəffüs sistemində olan kirpiklər. Buna silya da deyilir ingilis dilində. Elə belə dedim, yəni özümü göstərmək üçün dedim, takılmayın yəni. Bilirəm onun ingilis dilində adını, onu deməyə çalışdım. Boş verin məni, arada olur məndə belə şeylər. Sonra bu da maraqlıdır, amma daha qəşəng şəkil ola bilərdi. Sonra baxın, burada çox maraqlı bir məlumat var. Pnevmotoraksın niyə sol ağciyərin büzülməsinə səbəb olduğunu izah edin deyir. Bəzən avtomobil qəzası kimi hadisələrdə yaralanan insanlar, bu hissəni oxuyuram, yaralanan insanlar pnevmotoraksdan əziyyət çəkir. Bu, ağciyərlərdən havanın plevra boşluğuna keçməsi nəticəsində ağciyərin bir hissəsinin və ya tamamının öz funksiyasını icra edə bilməməsidir. Bilirsiniz, plevra boşluğunda hava olmamalıdır, maye olmalıdır. Bu hava ağciyərdən keçir həmin boşluğa və bu da büzüşüb yazıq ağciyər belə bir vəziyyətdə olur. Allah uzaqlasın. Sonra tənəffüs hərəkətləri, bir rentgen şəkli var, maraqlı. Bu təcrübəni də əlavə ediblər, gözəldir. Bu Türk ədəbiyyatında da var bu təcrübə. Sonra bizim uşaqlarla təbiətdə istifadə etdiyimiz, belə bir şarlardan istifadə etdiyimiz o təcrübəni də əlavə ediblər. Sonra baxım görüm, baş hərfləri yazıblar, gözəl. Əlavə hava, ehtiyat hava. Qısa yazırıq, burada da yazılar, gözəl. Bu şəkil də yaxşı ki, bunu əlavə ediblər. Olimpiyadaya düşən şəkillərdən biridir. Güvən də son 2024 nəşrində sual kimi salıb, yenə bizə də qəbula da düşə bilər. Sonra xülasə hissəsi, sonra bu hissə yekunlaşdı. Bu birinci hissədir. İkinci hissə haçan buraxılacaq bilmirəm. Amma birinci hissə bu qədər. Artıq 43 dəqiqə danışıram. Ümumi fikrim, mən ümumiyyətlə son illərdə nəşr olunan kitabları, hazırlanan kitabları çox sevirəm. Bəlkə də illərdir oxuduğum o türk ədəbiyyatına, xarici ədəbiyyata yaxınlığına görə sevirəm, bilmirəm. Bu arada illərdir oxuyuram. Elə zənnələmirəm ki, ingilis dilim superdir, əla danışıram. Yox, məncə bərbad haldadır, amma nəysə. Yəni onlara yaxınlaşan bir kitab olub. Düşündürücülük baxımından, təcrübələrin olması baxımından mənə xoş gəldi. Sizin fikirləriniz nədir? Bunu istəsəniz mənimlə bölüşə bilərsiniz, rəy hissəsinə yaza bilərsiniz. Biraz bizə yük düşəcək biz müəllimlərə, çünki biz özümüz bunu öyrənib uşaqlara öyrətməliyik. Amma dediyim kimi, öyrənməyi sevən bütün insanlar üçün məncə gözəl bir addımdır. Sevərək öyrənib öyrədə bilərik və fizika kimya müəllimlərindən də kömək istəyə bilərik. Əminəm ki, onlar da sevərək kömək eləyərlər bizə. Çünki biz illərdir məktəbdə biologiya keçirik, fizika kimyadan əşitliklərimiz var. Uşaqlara daha yaxşı öyrətmək üçün fizika və kimya müəllimlərinin bizə kömək etməsinə məncə ehtiyacımız var. Özümüz də araşdırıb oxuya bilərik, amma həmin müəllimlərimizdən kömək istəsək daha da yaxşı olar deyə düşünürəm. Tək ətrafımızda bizə kömək etməyə hazır olan insanlar, müəllimlər, dostlar, yoldaşlar olsun. Belə maraqlı kitabdır, mən sevdim. 7-ci sinifdə sevmişdim, bunu da sevdim. Mənə görə biraz əksiklikləri şəkillə bağlıdır. Materialla bağlı dediyim kimi nəsə bir fikrim yoxdur, çünki tam oxuya bilmədim. Amma baxdığım qədərilə yeniliklər çoxdur və mən sevdim bu yenilikləri. Çətin yeniliklər də deyil, baxdığım qismlər. Ya da bilmirəm, mən bilirdim deyə bəlkə mənə çətin gəlmədi. Bilmədiyim çox şey də var idi bu arada burada, onu da deyim, yəni hər şeyi də bilmirəm. Belə. Bu qədər. Amma bir şey deyim ki, yeni 7-ci sinif dərsliyi var, 2023-də nəşriyyat kimi qarşımıza çıxan və bu dərslik bu ilin abituriyentlərinə düşməyəcək. Böyük ehtimalla növbəti ilin də abituriyentlərinə düşməyəcək. Bəlkə 2 il sonraki imtahana salırlar 7-ci sinifi, 8-də bəlkə 3 il sonrasına. Yəni uşaqlar ürəyinizi buz kimi saxlayın, bu ilə bundan düşməyəcək. Növbəti illərə də Allah kərim, görə düşər yoxsa yox. Bu qədər.
Vaxt ayırdığınız, izlədiyiniz üçün çox sağ olun. Fikirlərinizi də gözləyəcəm. Hələlik.